Salam değerli izleyicilerim. Bugün mən sizə Savalanda gözəl bir yerdə, Savalanın hündür bir yerində, nəmişlik olmayan bir yerdə belə bir möhtəşəm ev çəkməyə gəldim. Evimiz 6 sotda inşa olunmuşdu. Çox keyfiyyətlə, şəxsi özü üçün tikilmiş evdir. Çox keyfiyyətlə inşa olunub. Evimizin bünövrəsi 90 santı, kəmər verilib. Pəncərələrin başından da kəmər verilib, yerdən də yenə karkas olub verilibdir. Bura evimizin çöl mətbəxi. Görürsünüz geniş həyəti. Burada qapı bağlıdır, açmaq mümkün olmadı. Deməli, evimizin həyəti gördüyünüz kimi geniş, ağaçlar var, meyvə ağaçları. Çox səliqəli, gözəl evdir. Evin içi də tam təmirlidir, istilik sistemi kombidir, bütün kommunalları var və fasiləsiz verilir. Evimiz ipotekaya dediyim kimi çox yararlıdır. Yəni paket kupçadır. Burada evimizin balkonu, giriş hissəsi görürsünüz. Sonra koridor sistemindəndir. Evdə hal-hazırda yaşayış yoxdur, amma evə baxanda görürsən qupqurudur. Nəmişlik qoxusu yoxdur. Genişdir evimiz. İstilik sistemi kombidir dediyim kimi. Bura mətbəx, sanuzel. Bura mətbəxdir. Əşyaları ilə bir yerdə satılır. Evimizin qiyməti 170 min manatdır. Qiymətdə endirim olunacaq. Bura koridor, yataq otağı. İkinci yataq otağı. Otaqlar gördüyünüz kimi çox genişdir hamısı. Kvadratı böyükdür. Burada üçüncü yataq otağı. Bura qonaq otağı. Gördüğünüz gibi bura balkon, geniş balkonu var. Marşrut evin yanından keçir. Evin dört tərəfinə fırlanmağa imkan var. Burada kombi damı var. Sonra burada çöl üçün hamam tuvalet var. Sonra gördüğünüz kimi bak var, zapas. Birdən su haçansa kəsilə bilər, nə ola bilər belə. Amma burada fasiləsizdir, qaz, su, işıq hamısı var. Evin qiyməti 170 min manatdır. Qiymətdə endirim yenə olunacaq. Dediyim kimi ipotekaya tam yararlıdır.